Salam dostlar, Sekodex kanalına xoş gəlmisiniz. Bugün sizinlə birlikdə mən İbrahim İsmailov sizə web pen testing haqqında məlumat verəcəm. Bu bizim ilk videomuz olduğu üçün daha çox nəzəri olacaq. Bundan sonraki videolarda praktiki olaraq boşluqların tapılması, istismar edilməsi, hansı toollardan istifadə etmək lazımdır, necə istifadə etmək lazımdır və s. kimi danışarıq. Amma bu ilk videomuz olduğu üçün istədim web pen testingin nə olduğu, niyə bu qədər vacib olduğu və işin biraz da ethical tərəfi haqqında danışaq. Web pen testingə giriş niyə vacibdir? Kiber təhlükəsizlik sahəsində web pen testing getdikcə daha çox diqqət çəkir. Bunun bir neçə əsas səbəbi var. Artan hücumlar. Web tətbiqlər müasir biznes proseslərinin ayrılmaz hissəsidir və hücumlar daha mürəkkəb və hədəflənmiş şəkildə həyata keçirilir. Burada biznes prosesləri deyəndə nəyi nəzərdə tutur? Tutalım sizin bir üzük dükanınız var və istəyirsiniz ki, müştərilərinizin sayı artsın. Bu zaman özünüzə bir veb-sayt yazırsınız və ya hər hansı bir developer pul müqabilində yazdırırsınız, fərqi yoxdur. Artıq üzüklərinizi onlayn satmağa başlayırsınız. Bu zaman hər hansı bir user girir, sizin üzüklərinizi alır, kart məlumatlarını daxil edir. Siz bu kart məlumatlarının qorunduğuna əminlik verməlisiniz və bunu cavabdehsiniz. 2. Məlumat təhlükəsizliyi. Şəxsi məlumatların, maliyyə detalları və digər həssas məlumatların oğurlanması təşkilatlar üçün ciddi maliyyə və nüfuz problemləri yaradır. Bayaqki nümunə üzərinə götürsək, user sizin veb-saytınıza öz adını, soyadını, kart məlumatlarını, yaşadığı ünvanı və s. daxil edir. Bunlar hamısı user üçün konfidensial məlumatdır. Ona görə siz bunları qorumalı və oğurlanmamağına əmin olmalısınız. Bunların oğurlandığı təqdirdə sizə maliyyə və nüfuz problemləri yarada bilər. Müsbət image. Güclü kiber təhlükəsizlik tədbirləri müəssisələrin müştərilərin etimadını qazanmaq və qorumaq üçün mühüm amildir. Web tətbiqlərin təhlükəsizliyi biznes etibarının birbaşa göstəricisidir. Buna nümunə olaraq nəyə göstərə bilərik? Məsələn, sizin 2000 manat pulunuz vardır və bunu banka yatırmaq istəyirsiniz. Və eşitmişsiniz ki, 2 il bundan qabaq hər hansı X bankında 1 milyon manata yaxın pul oğurlanması baş vermişdi. Amma bir Y bankı da vardı ki, bu 10 illərlə fəaliyyət göstəribdi, amma heç bir problem yaşamadan heç bir pul oğurlanması baş verməyibdi. O zaman siz pulunuzu gedib X banka yatırmaq yerinə Y banka yatırarsınız. Ona görə bu zaman sizin bankınızın və ya şirkətinizin təşkilatınızın fərqi yoxdur. Image, yəni reputationu önəmlidir. Bu da kiber təhlükəsizliklə birbaşa əlaqəlidir. Penetration testingin məqsədi. Əsas məqsədi etik yollarla zəifliklər tapmaq və proaktiv təhlükəsizlik yanaşması yaratmaqdır. İlk öncə zəifliklər tapmaq və pen testing prosesi etik və qanuni yollarla zəifliklərin aşkar edilməsi və onların təsirini minimuma endirmək üçün tədbirlər təklif edir. Onun hədəfi isə hücumçular zəifliklərdən istifadə etməzdən əvvəl onları aşkar etməzdir. Yəni, tutalım ki, sizə bir təşkilat deyibdir ki, mənim saytımı pentest edər. Siz həmin saytı pentest edib, yəni attackerdən qabaq orada olan boşluğu tapıb təşkilata bildirməlisiniz ki, həmin hücumçu burada olan boşluqdan istifadə edib həmin təşkilata, şirkətə ziyan törətməsin. Proaktiv təhlükəsizlik yanaşması yaratmaq. Proaktiv təhlükəsizlik yanaşması təhlükəsizlik məsələlərini yalnız insidentlərdən sonra deyil, əvvəlcədən həll etməyə yönəlmişdir. Və pen testing bu yanaşmanın əsasını təşkil edir və təşkilatlara hücum risklərini minimuma endirmək üçün kömək edir. Bu proaktiv yanaşma, yəni insident baş verməzdən əvvəl, yəni attacker sizin saytınıza hücum etməzdən əvvəl boşluğu tapmaqdır. Çünki etdikdən sonra siz onun qarşısını alsanız belə sizə nə qədər ziyan dəymiş olacaq, məlumat itkisi ola bilər, maliyyə ziyanı ola bilər. Ona görə penetration testingin məqsədi insident baş verməzdən əvvəl bunu tapıb həmin maliyyə və məlumat itkisinin qarşısını almaqdır. Web pen testing nədir? Web pen testing Azərbaycan dilinə tərcümədə nüfuz etmə testləri, web tətbiqlərin zəifliklərini aşkar etmək üçün müxtəlif hücum ssenarilərini simulyasiya etmə prosesidir. Bu proses tətbiqin təhlükəsizlik problemlərini müəyyən etmək və təkmilləşdirmək məqsədilə həyata keçirilir. Bundan əvvəl də danışdığımız kimi penetration testingin əsas məqsədi sizin veb-saytınızda olan boşluğu attackerdən əvvəl tapıb şirkətə bildirmək və bunun qarşısını almaqdır. Burada mən bir neçə hücum vektorundan danışmışam. Bunlardan gələcək videolarda daha ətraflı danışacağıq. Amma burada nümunə olaraq göstərdim. İlk olaraq SQL injection haqqında danışaq. Bu zəifliklə hücumçu tətbiqin istifadə etdiyi SQL sorğularını manipulyasiya edərək həssas məlumatlara çıxış əldə edə bilər. SQL injection boşluğu ilə attacker sizin database'inizdə olan məlumatları oğurlaya və dəyişdirə bilər.
Cross-site scripting, yəni XSS. XSS zəifli istifadəçilərin brauzerlərinə zərərli skriptlərin daxil edilməsinə imkan yaradır. Bu skriptlər vasitəsilə şəxsi məlumatlar oğurlana bilər. XSS hücumu əsasən sizin veb saytınızda olan JavaScript-in dəyişdirilməsi və yaxud da öz skriptlərini daxil edib məlumatların oğurlanmasına gətirib çıxara bilir. Authentication bypass, authentication prosesindəki zəifliklər hücumçulara sistemdə qanunsuz istifadəçi olaraq daxil olmaq imkanı verir. Bu, əsasən weak password policy və ya düzgün olmayan authentication mexanizmləri ilə bağlı olur. Sizin saytınızda bir login yeri vardır. Siz ora username və passwordunuzu daxil edirsiniz. Əgər sizin password policiniz zəif olsa, siz icazə versəniz ki, user zəif bir parol qoya bilsin. Buna nümunə olaraq, məsələn, 1-dən 8-ə qədər rəqəm ola bilər, ya username öz adını və doğum tarixini qoymuş ola bilər. Bunlar asan təxmin edilə bilən parollardır. Siz useri məcbur etməlisiniz ki, password yaradarkən ən azı bir böyük simvoldan, rəqəmlərdən, xüsusi simvollardan istifadə etsin ki, qoyduğu parol güclü olsun və attacker bunu brute force vasitəsilə qıra bilməsin. Sonra isə hücum ən yaxşı müdafiədir prinsipi və pen testing prosesi bu prinsipə əsaslanır. Hücum perspektivindən araşdırma. Hücumçuların istifadə edə biləcəyi metodologiyaları, alətləri və zəiflikləri təkrarlamaqla tətbiqin hansı hallarda təhlükə olduğunu başa düşmək, təhlükəsizlik yoxlamaları. Pentesterlər təhlükəsizlik problemlərini taparaq sistemdəki zəiflikləri şirkətlərə bildirirlər. Bu yanaşma hücum risklərini hədəf alan qabaqlayıcı tədbirlər görməyə imkan yaradır və müdafiəni gücləndirmək. Hücum ssenarilərini təhlil etdikdən sonra müdafiə mexanizmləri gücləndirilir. Bu tətbiqlərin davamlı təhlükəsizliyini təmin etmək üçün vacibdir. Yəni dediyim kimi, penetration testingdə əsas məqsəd attackerdən qabaq həmin boşluğu tapıb şirkətə bildirməkdir ki, həmin boşluğun qarşısı alınsın və gələcəkdə bu bizim üçün problem törətməsin. Pentesting tools, pentestdə istifadə oluna biləcək toollardan nümunələr göstərmişəm burada. İlk öncə, yəni mənim web pentestdə ən çox istifadə etdiyim tool Burp Suite-dir və məncə siz də əgər web pentest ilə məşğul olsanız, ən çox istifadə etdiyiniz tool bu olacaq. Burp Suite HTTP və HTTPS trafikini izləməyə, onu manipulyasiya etmək üçün istifadə olunan tooldur. Siz hər hansı bir sayta request atdıqda bu requesti tutub, onun içini dəyişdirib və yenidən göndərmək üçün Burp Suite-dən istifadə edə bilərsiniz. Burp Suite-in içində intruder da vardır ki, siz onun vasitəsilə brute force edə bilərsiniz. OWASP Z-Attack Proxy, yəni OWASP ZAP toolu, bu açıq mənbə kodlu bir web application skannerdir. Siz qarşıdakı saytın URL-ini daxil edərək, onda olan boşluqları avtomatik olaraq tapa bilərsiniz və bu açıq mənbə kodlu, bunun üstündə dəyişikliklər də edə bilərsiniz. Bunun vasitəsilə həmin saytda olan SQL injection, CSS və XSS boşluqlarını tapa bilərsiniz. Nikto web serverlərin təhlükəsizlik zəiflərini tapmaq üçün istifadə edilən skanerdir. Bu, OWASP ZAP-dan fərqləndiyi odur ki, bu serverin daha çox konfiqurasiyasında olan boşluqları tapmağa kömək eləyir və əgər qarşıdakı serverin SSL/TLS sertifikatı olub-olmadığını və s. tapır. SQL Map, SQL injection zəifliklərini avtomatik aşkar və istismar edən güclü bir vasitədir. Siz qarşıdakı saytın URL-ini daxil edərək, orada SQL injection olub-olmadığını tapıb, həm də orada olan bütün məlumatları çıxara bilərsiniz. Əgər SQL injection varsa, təbii ki. Etik qaydalar. Siz web pen testing ilə məşğul olarkən əsas nəzərə almalı olduğunuz şey etik qaydalardır. Çünki siz qarşıda, pen test elədiyiniz sayt sizə məxsus deyil, ondan istifadə edən istifadəçilər vardır və bu bir şirkətə məxsusdur. Ona görə həmin saytı pen test edərkən bir neçə məqama diqqət etməlisiniz. Responsible disclosure təhlükəsizlik tədqiqatçılar və pen testerlərin aşkarladıqları zəiflikləri etik və qanuni bir şəkildə bildirmə yanaşmasıdır. Bu prinsip həm tədqiqatçıların, həm də təşkilatların hüquqlarını qoruyur və məlumat təhlükəsizliyinin artırılmasını hədəfləyir. Do no harm. Pentester olaraq əsas məsuliyyətiniz heç bir məlumatı silməmək, dəyişmək və pozmamaqdır. Hədəf sistemlərdə test zamanı yalnız zərərsiz əməliyyatlar həyata keçirilməlidir. Zəifliklərdən faydalanaraq məlumat oğurluğu və ya sistemə müdaxilə qətiyyən yol verilməzdir. Siz qarşıdakı veb saytı pentest edərkən nəzərə almalısınız ki, siz attacker deyilsiniz, siz pentestersiniz, siz bu işi etik olaraq görürsünüz. Yəni, siz qarşıda məlumat oğurlamaq üçün yox, həmin boşluğu tapıb şirkətə bildirmək üçün edirsiniz. Ona görə heç bir məlumatı oğurlamamalı və onlara qətiyyən müdaxilə etməməlisiniz. Orada olan məlumatları silmək, dəyişmək və pozmaq kimi əməllərdən qaçınmalısınız.
potential impact. Siz zəiflikləri tapdıqdan sonra onları düzgün təqdim etməlisiniz. Yəni zəifliyi aşkar etdikdə bunun necə işlədiyini və potensial risklərini tam başa düşmək vacibdir. Təsviri sadə və anlaşılan şəkildə təqdim etməlisiniz, amma eyni zamanda texniki cəhətdən də dəqiq olmalıdır. Sizə verilən saytda boşluğu tapdıqdan sonra onu düzgün bildirməlisiniz. Bunun üçün qarşıdakı tərəfə report yazırsınız. Ancaq reportu yazanda nəzərə almalısınız ki, bu reportu oxuyan şəxs texniki biliyə sahib olmaya da bilər. Ona görə həmin boşluğu olabildiyincə anlaşıqlı izah edib, həm eyni zamanda da texniki cəhətdən də, yəni bu kiber təhlükəsizlik şöbəsinə də gedib çatacaq da həmin report. Ona görə impactini düzgün bildirməlisiniz. Bu həmin təşkilatın problemi düzgün başa düşməsinə və onu düzəltməsinə kömək edəcəkdir. Bugünkü videomuzdan bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bu video daha çox nəzəri olaraq web pen testing nədir, niyə bu qədər vacibdir və biraz da etikal prinsiplər haqqında danışdıq. Bundan sonraki videolar isə daha praktik yönümlü olacaq. Boşluqların tapılması, lablar üzərində göstərilməsi və s. Ona görə videolarımızda izləmədə qalın. Gələn videolarda görüşənədək.